Baxaq 14-cü suala. Deyir, maddənin tərkibində karbon və hidrogen atomlarının sayı nisbəti 1-in 2,5 kimidir. Bu maddənin havaya görə nisbi sıxlığı 2-dir. Baxın, havaya görə nisbi sıxlığı 2-dir. Baxın, indi az əvvəl dedim. Bu dəfə deyirik, D hava bərabərdir. M bölünsün 29. Havanın kütləsi 29-dur axı. Bərabərdir 2. O zaman birləşməmin kütləsi neçə olar? Olar 58-ə. Bərabər. İndi baxaq. Bizə nəyi istəyir? Molekulun formulunu istəyir. O zaman baxaq. Deyərəm C+H-Y. Və əvvəl tətbiq edək. X-in Y-ə nisbəti bizə deyir 1 bölünsün 2,5-dir. Gəlin bu 2,5-i onluq kəsr kimi yazaq. Onun 25-ə olan nisbətidir. Onun 25-ə. İxtisar aparsaq 2-nin 5-ə. O zaman gəlin formulu tapaq. Baxaq görək, həm 2-yə, həm 5-ə bölünən rəqəmlər hansılar olar? Həm 2-yə, həm 5-ə. A variantına diqqət yetirək. A variantına baxırıq ki, karbonun sayı X idi. X-in yerində 4-dür. 4 2-yə bölünür, bəli. Hidrogenin yerində 10-dur. Y-in yeri 12-yə bölünməlidir. 5-ə. Deməli cavabımız olur A variantı. Lap beləncə dəqiqliyi bilmək istəyirsə, gəlin baxaq. Karbonun kütləsi 12-dir. 12-ni onun sayına vuranda neçə eləyir? 48. Üzərinə gəlsin. Hidrogenin kütləsi 1-dir və onun sayına vuranda 10. Cavab eləyir 58. Deməli cavabımız A variantı olur. Keçdik növbəti suala. Deyir, C2H4 və CO qazlarının qarışığına hansı qaz əlavə etdikdə orta molyar kütlə artar? İlk növbədə mən baxmalıyam C2H4-ün və CO-nun kütləsi nəyə bərabərdir? Baxaq, 12-ni 2-yə vuranda 24. Üzərinə gəlsin, 4 vurulsun 1. 4. Cavab elədi 28. Və yaxud da gələk dən qazına baxaq. 12, üzərinə gəlsin neçə? 16. Cavabımız eləyir 28. Baxdıq ki, ikisinin də kütləsi nədir? Bərabərdir. O zaman molyar kütləsinin artması üçün biz nə etməliyik? Bura verilən kütlədən daha çox, yəni kütləsi böyük olan element, yaxud da birləşmə əlavə eləməliyik, maddə əlavə eləməliyik. İndi baxaq. Buradan baxsaq, B variantı nəsə diqqətimi çəkdi. Gəlin baxaq görək, B variantında C2H6-nın kütləsi nəyə bərabərdir? 12 vurulsun 2. 24. Üzərinə gəlsin 6. 30. Deməli, bu qarışığa 30 qram maddə əlavə etsək, onun orta molyar kütləsi artacaqdır. Keçdik növbəti suala. Bayaqki sualla oxşarlığı 1-ə 1-dir. İndi bizə deyir ki, normal şəraitdə ədiz qaba CO, yəni dəm qazı əlavə etsək, hansı qabda sıxlıq dəyişər? CO-nun, yəni dəm qazının kütləsi nəyə bərabərdir? Az əvvəl tapmışdıq. 28. Gəlin baxaq, birləşmələrimizin kütləsi nəyə bərabərdir? N2, N2-nin kütləsi eləyir 28. O2, 16-nı 2-yə vuranda 32. CH4, 16-nın üzərinə 12-nin üzərinə 4 gəldi işte, eləyir 16. İndi sizə baxdıqda hansının sıxlığı dəyişir? Diqqət yetirək nəyə? Əgər tapdınızsa. Əgər eyni kütləlidirsə, nə edir? Dəyişmir.
32'nin üzerine 28 əlavə etdikdə kütlə neynəyər? Orta molar kütlə. Dayıcıda azalır. 16'nın üzerine 28 əlavə etdikdə isə artar. Yəni dəyişən hansı oldu? 2 ilə 3 cavab eləyir A variantı. Keçdik növbəti suala. Element verilib Cn H2. Qazın normal şəraitdə sıxılığa da verilib. Sıxılığın düsturu nə idi? Az əvvəl qeyd eləmişdim. Rho bərabərdir. M bölünsün V-yə. O zaman deyir. Eni müəyyən eləyin. Gəlin bir bizə verilənləri yerinə qoyaq. Sıxlıq A-dırsa, onun yerinə yazıram A. Bərabərdir. Nəyə? Kütləsinə. Kütlə nədir? Cn karbon kütləsi 12'dir. 12 vurulsun N. 12N. Üzerine gelsin necə? 2N hidrojenin sayıdır. Bir de hidrojenin kütləsi. 2N. Deməli birləşməmizin kütləsi nə olacaq? 14N'ə. Yazıram 14N. Bölünsün. Normal şəraitdə həcmim nəyə bərabər idi? Az əvvəl qeyd eləmişdim. 22/4'ə. İndi baxaq görək bizdən nə istəyir? Eni tapın. Gəlin tapaq buradayı eni. Necə taparam? N bərabərdir 22/4 A bölünsün 14. Amma cavablara baxanda belə bir biz cavab tapa bilmirik. O zaman nə etməliyik? İxtisar eləməliyik. İxtisar elədikdə alınır 11/2 A bölünsün 7'yə. Cavabımız elədir. Y variantı. Sualımıza. Gələk burada bizə nə kimi macəralar göstərir. Deyir burada qablar verib. Birinci qabda CH4'dür. CH4'ün kütləsi nəyə bərabərdir? 12 üzərinə gəlsin 4, cavab elədi 16. Birinci normal haldaydı. İndi deyir M2 birinci qarışıqda hidrogen də əlavə edib. Özü nə qədər? 1 mol. O zaman orta molar kütlə nəyə bərabərdir? Birinci qarışığa. Baxaq, orta molar kütləni necə taparam? Verilən maddələrin mollarını bölürəm onların kütləsinə, bölürəm nəyə? Molların cəminə. Biz bu düsturu hardan görmüşdük? Riyaziyyatda omega sonun tapılması düsturu. Yadınızdadırmı? M1 omega 1 üzerine gelsin M2 omega 2 bölünsün. M1 üzerine gelsin M2 beraber neye? Omega sona. Ve bunun kimya getirilmiş versiyası bir düsturu var. Nedir? M1 nu 1 üzerine gelsin M2 nu 2 bölünsün ne? Nu 1 üzerine gelsin nu 2 beraberdir neye? M sona. Yani orta molar kütləyə. Gətirək onda qoyaq yerinə. 16 vurulsun 1 elədi 16. Üzərinə gəlsin. Nə əlavə edilmişdi? H2. 2 vurulsun 1 2. Bölünsün. Hər birinin mol miqdarı 1 olduğuna görə bölürük. 1 üstəgəl 1 eləyir 2. 18 də 2'yə böldükdə elədi qarışığımızın kütləsi 9. Sonra nə deyir? Deyir ki, təzədən birinci qarışığa da 1 mol əlavə C2H6 əlavə edir. Gəl əlavə eləyəkdən bizdən nə gedir? C2H6'ın kütləsi nəyə bərabərdir? 12 vurulsun 2, 24. Üzərinə gəlsin 6. C2H6'ın kütləsi oldu 30. Gəlin gedək ikinci qarışığa. İkinci qarışığın kütləsinə. Yenə M1 NiO1 metanla hidrogende qarşı baxa bura. 16. Üzerine gelsin 2. Üzerine gelsin 30. Bölünsün neye? 3'e. O zaman alınır 48. Bölünsün 3. 48 de söbələndə neçə eləyir? Aha. 16. O zaman indi bərabərlik necə olacaq?
Deməli, metanımızın kütləsi ilə ikinci qarışığımızın kütləsi bir-birinə bərabərdir. Metanla ikinci qarışığımızın kütləsi bərabər olan versiyalar işarə eləyək. Daha sonra nədir? Birinci qarışığım onlardan kiçikdir. Kiçik olan heç hansıdır? D variantı. Keçdik növbəti suala. Oxuyaq ilk növbədə. Metal oksidi verib, 4 qramın verib, metal atomunu deyib və bu metalın nisbi atom kütləsini istəyir məndən. Ümumiyyətlə, bu birləşmədə biz bilməliyik nəyi? Valentlikləri. Bəs valentlik hardan gəldi? Necə gəldi? Ay müəllim, əzbərləyim mən valentliyi. Valentlikdə bizə həmişə əzbərlənilməsi olan hissə sabit valentlilərdir.